Bir nəfər deyir ki, mən bir dostum var idi. İkisi də alim imiş başa düşdüyüm qədər. Deyir onun barmağında üzüyü var idi. İstəyən desən alim deyildi. Deyir dedim ona ki o üzüyü mənə ver. Xoşuma gəlmişdi. Deyir o da qayıtdı ki, yox da bu verə bilmərəm. Dedim ver, yadigar saxlayacağam. Dedi yox verə bilmərəm. Deyir israr elədim. O da yenə vermədi. Nə qədər israr elədim qayıtdı. Axı mən bunu gözündən axtarmışam. Gülə-gülə dedi belə. Nə qədər dedi axırda vermədi. Mən bir dənə qayıtdım axırda ki, ver o üzüyü mənə. Mən bunu taxacağam. Narahat olma da. Ziyarətgahlara gedəndə buna baxacağam, sənə dua eləyəcəm. Dua eləyəndə gözüm sataşacaq, sənə dua eləyəcəm. O alimdir. O da qayıtdı ki, narahat olma. Elə gözün sataşsa görsə üzüyü yoxdur əlində. Elə mənə yada salarsan elə. Elə belə ki, gözün sataşı gördün, barmağında üzüyü yoxdur, mən yadıma düşəcəm. Onda mənə dua eləyərsən. Deyir, güldü, danışdıq, bu getdi, deyir. Bizdən uzaqlaşdı. Üzr istəyirəm, çox-çox üzr istəyirəm. Getdi, deyir, dəstəmazxanaya, ayaq yoluna getdi. Qaydanda deyir, gülə-gülə çıxdı. Gülə-gülə dedim, nə oldu alim, ustad, nə oldu? Deyir, Allahın yolunda verə bilmədiyim filan yerə düşdü, çıxdı, getdi. Deyir, kaş elə verəydim sən Allahın yolunda onu. Düşdü filan yerə. Bildizdə də üzr istəyirəm. Demirəm nə gördü kimisə əlində elə bundan sonra bu düşər indi belə deyə də indi kim deyirlər xətib xutbədə belə eləyib ver mənə verməsin. Bunun bu tərəfini götür də mən əl açıq olum. Elə kimdəsə nəsə götürməyim. Elə bu tərəfini götürsə nə yaxşı olar. Niyə elə bizi sərf eləyən tərəflərini götürürük ki? Bəzi vaxtlar belədir. İnsan düzgün dəyərləndirməyəndə ömrünü lazım olmayan yerlərə sərf olur ömrü.